Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Peşə Fest bu dəfə Qəbələ rayonunda keçirilib. Peşə öyrən, gələcəyini qur devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyer istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyır. Açılış mərasimində çıxış edənlər Peşə Festin gənclərin əmək bazarına hazırlığı və düzgün peşə seçiminin dəstəklənməsi, onların öz potensiallarını kəşf etmələri və gələcək peşə istiqamətlərini müəyyənləşdirmələri üçün unikal platform olduğunu bildiriblər. Gələcəkdə əmək bazarında sizin rəqabət qabiliyyətinizi artıra biləcək peşələrlə sizin ixtiyarınızdayıq. Bizim dəyərli mütəxəssis heyətimiz buradadır. Çəkinmədən bir-bir öz suallarınızı verin. Sizin üçün maraqlı olan, sizin üçün dəyərli olan peşələrin seçimində çəkinmədən öz suallarınızı verin. Çünki bugün buradan öyrənəcəyiniz, sizin marağınızı çəkə biləcək peşələr gələcəkdə sizin əmək bazarınızdakı mövqelərinizi gücləndirəcək. Valideynlər, artıq sizdən də çox şey asılıdır. Bildiyiniz kimi artıq standart peşələr, qəlibləşmiş peşələrin artıq gələcəkdə bir neçə ildən sonra artıq bazarda yerlər olmayacaq. Ona görə artıq dövr tamamilə dəyişib. Ona görə sizin özünüz də öz övladlarınıza gələcəkdə daha yaxşı ixtisası, daha yaxşı peşəyə yönəlməsi üçün maksimum dəstəyi göstərməlisiniz. Bildiyimiz kimi ölkəmizdə peşə təhsilinin inkişafına, gənclərin peşə yönümündə görəcəkləri işlərə, eyni zamanda gənclərin asudə vaxtlarının, peşə təhsili yönümündə məşğulluqlarının təmin olunması istiqamətində dövlətimiz tərəfindən çox böyük işlər görülür. Burada peşələrin çox gözəl nümunələri göstərilir ki, bu həm də həmin peşələrin tanıtımı və təbliğatı yönümündə agentlik tərəfindən görülən çox böyük işlərdir. Əziz gənclər, siz bu fürsətdən faydalı istifadə edin və öz peşənizi seçin. Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər. Yeniyetmələrin və onların valideynlərinin suallarını cavablandırıblar. Festivalda 14 peşə üzrə maarifləndirici tədbirlər təşkil olunur. İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar. Festivalın təşkil ediləcəyi növbəti ünvan Xaçmaz olacaq. Peşə Fest 2025-ə oktyabrın 22-sində Bakıda, Bakı Crystal Hall'da keçiriləcək tədbirlə yekun vurulacaq.